Ətirlərin rənginə baxın. Görün plastikdə necə reaksiya keçib, rəngini, qoxusunu dəyişib. Salam əziz izləyicilər. Bu günlərin bir səyyar satıcı olan müştərimiz bizə yaxınlaşıb. Müştərimiz bütün ətirlərini plastik qablara yerləşdirib. Bizim kampaniyanı görüb, deyib mən də yararlanmaq istəyirəm. Bir dənə xahiş edirəm. Ətirlərin rənginə baxın. Görün plastikdə necə reaksiya keçib, rəngini, qoxusunu dəyişib. Yaxınlaşdı bizə, biz onlara kampaniyamızda bildirdiyimiz kimi ətirini bizdən əldə etdi və digərlərini doldurub hazırlayıb sizin üçün çəkəcəyik. Biz ona şüşə, keyfiyyətli servis qablarını verdik. Əziz qardaş, şikayətiniz nədən idi? Şikayətim ondan ibarət idi ki, gözəl insan. Plasmas qablarda ətirlərin keyfiyyəti daha da pisləşir və qoxularda qarışıqlıq olur. Amma şüşə qablarda çox gözəl təbii olaraq qoxusunu saxlayacaq. Təşəkkür edirəm bizi seçdiyiniz üçün. Bəli, əziz səyyar satıcılar, ətirlərinizin daha keyfiyyətli və qalıcı olmağını istəyirsinizsə, müştərilərinizin sizə geri dönməsini istəyirsinizsə, daima keyfiyyətə önəm verin. Keyfiyyətin tək ünvanı Azilo əti verir.